Sənəti örgən, otur bir dağın dibində gəlib səni tapacaqlar. Mən kənddən 63-cü dərnək açmışdım. Tar dərnəyi o vaxt Sovet pulu ilə ayda 5 manat. Mən bütün xanəndələri müşahidə etmişim. Hansını deyim? Ayağım sürüşdü, mən yıxıldım tarda əlində. Amma mən dayanmadım. Hələ mən müşahidə edirəm ki, oxumağı kəsmək olmaz. Yaxşı janrdır. Amma ki, ağıl, meyxanada da yeri ağıllı sözlər deyəsən də. Yoxsa ki, cəfəngiyat sözlər yox idi. Hər kəsin öz rəqsi var idi. Biri oynayardı, məsələn, bizdə Mirzeyil. Biri oynayırdı, bizdə Ləzginka. Yerdən yaylıq götürərdi. Tar aləti belədir ki, otaqdan otağa keçəndə səsi dəyişir. Nə ifa eləmişsin üçün? Nə? Bizim nəsil Məmməd Əliyevlər nəslidir. Mənim atam Yusuf Məmməd Əliyevlə əmioğlu idilər. Atam mənim 1912-ci ildə anadan olub, anam 1914-cü ildə. Atam terapevt idi, can həkimi idi. Anam da qadın həkimi, ginekoloq. İndiyə qədər kənd cəmaəti onlardan danışır ki, onlar bizə çox xidmət edir. 8 uşaq olmuşuq, 5 qardaş, 3 bacı. Ata da işləyir, ana da işləyir. Atamız işdən gəlməyincə süfrə açılmazdı. Həmişə anam deyər ki, atan gəlsin. Hamısımız gözləyək, atam gəlsin, biz sonra çörəyimizi. Yəni, belə ədəb-ərkan görmüşük. Çox qıtlıq idi. Biz evə ağ çörək alınanda sevinərdik, qara çörək yiyərdik. Çünki biz vaxt müharibədən çıxmış ölkə, biz yerdə oturardıq, hamımız yerdə bardaş. Atam bir dənə stolda oturardı. Bizim o kənddə o vaxt hasar yox idi. Hara getmək istəyini qonşunun həyətindən gedirdim. Gedirdin, kəsimə gedirdin, tez çatırdın ora. Hətta dəvət edir, ay bala, gəl bir iskan çay iç. Keçəndə, məsələn ki, çörəyi almağa gedirdi, nə almağa gedirdi. O həyətlərdə böyük bir mədəniyyət var idi, bir-birinə qarşı hörmət var idi. Salam, kalam, böyük, kiçik. Sonradan hər şey bilirsiniz də, dəyişir də. İndi qonşular hasar da çəkdilər, evdə qoydular. Hasarlar böyüdü. Şiringağac oynayardıq, ənzəli oynayardıq. İndi olan yoxdur heç biri. Heç bir eləyən yoxdur. Onlar hamısı itib gedib. Biz göz açıb evdə tar görmüşük. O vaxt ziyalılar evə tar alıb qoyurdular. O tar da divardan asılmışdı. Üz zadı, bu üz zadı bərbad halda idi. Biz baxırdıq görək ki, bunu nə vaxt biz çala biləcəyik. O belə oldu ki, 1956-cı ildə bizə Kürdəxanı qəsəbəsinə dərnək açıldı. Maşlağıdan bir nəfər gəlirdi, Dərdayıl Aydəmirov adında. Məni qoymadılar ki, sən uşaqsan. Böyük qardaşım gedi, Asim, böyük qardaşım, Asim, Vasim, ikinci qardaşım, üçüncü Nasim, hamısı belə adla gedir, Vami, orası da Nasir'd adı. Mənə yol açıldı 1958-ci ildə. Mən 6-cı sinifdə oxuyurdum. Yavaş-yavaş, mən çox zehnim iti idi. O tarı mən, inanırsınız ki, görən kimi o səsi yadımda saxlayırdım ki, baxırdım olan əllərini hara qoyurlar. Belə yavaş-yavaş mən başladım tarı örgənməyə. Artıq o birisi qardaşlarım atla, Vasim müəllim yaxşı tar çalırdı. O tar çalsaydı, mən onun yanında tar çalmam mənim üçün günah olardı. Sonra ki, o ixtisasını dəyişdi, getdi ərəb şərq dillərinə. Mənim üçün meydan açıldı. Mən kənddən 63-cü dərnək açmışdım. Tar dərnəyi o vaxt Sovet pulu ilə ayda 5 manat. Ondan sonra mən hərbi xidmətə getdim 1965-67-ci illərdə. Gələndən sonra Bakı Mədəni Maarif Texnikomu, oranın xordirjorluq şöbəsində tar sinifində oxudum. Oranı qutarandan sonra 72-ci ildə məni ora müəllim dəvət elədilər. Dedim, daha bəsdir oxumaq. Dostlarım dedilər, yox, konservatoriya qutarmalısan sən. Gəldim, konservatoriya imtahan verdim. Orada müəllimlərin kim olub? Mənim Adil Yaray, Məmməd Beyli, böyük müəllim, ustad müəllimimiz. Konservatoriyada Süleyman Ələsgərov, Oqtay Quliyev, Vaqif Əbdülqasımov. Yəni, mən yetişdim. Üslub məndə çox inkişaf eləmişdi. Bizdə iki şey var, not çalgısı və muğam çalgısı. Mənim əsas məndə muğam çalgısı idi.
34 yaşında konservatoriya daxil oldum. Konservatoriyanı qutaranda mən artıq ailəli idim, 3 uşaq atasıydım. Mənə qəhrəman ata deyirdilər ki, oxuya-oxuya evlad yetişdirəsən, bunun özü də çətindir. O vaxtdır. Amma mən əlimdənmişə, yəni ki, ailəmi özüm dolandırmışam. Uşaq bağçasında müəllim işləyirdim o vaxtı. Oradan da maaş alırdım. Asif Zeynallı adından Musiqi Texnikumdan təqaüd alırdım. Sonra da ki, el şənliklərə gedirdim. Hər pərdənin 100 dənə sirri var. O hamısı barmağın altındadır. Barmaqla hər şey əldə eləmək olur. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası. Orada muğam sinifinə dəvət edib Süleyman Ərəsyorovla Oqtay Quliyev. Orada mən ta ki 2000-ci ilə qədər işlədim. Sonra ki Milli Konservatoriya əmələ gəldi. Gəldim mən İncəsənət Universitetinə. Rektor məni dəvət elədi. İstəyirəm burada fakültə açım. Musiqi Sənəti Fakültəsi. Səni eləyim dekan. 11 il mən İncəsənət Universitetinin Musiqi Sənəti Fakültəsinin dekanı işlədim. O müddətdə də mən yenə sənəti, mənim bir dostum dedi ki, sənətə xor baxma. Sonra sənət səndən intiqam alar. Yenə mən məclislərimə gedirdim. Canəli Əkbərovla bir dəfə rayonda haradasa məclisdə idi. Belə oldu, belə şey qurublar. Mən ayağım sürüşdü, mən yıxıldım, tardı əlimdə. Amma mən dayanmadım. Hələ mən müşahidə edirəm ki, oxumağı kəsmək olmaz. Mən qolumdan tutdular, qalxızdılar. Mən bütün xanəndələri müşahidə eləmişim. Hansını deyim? Hacıbəyli Hüseynov, Alim Arif Babayev, Əlbaba Məmmədov, Səxavət rəhmətli, çox olmuşam. Nə gözəl xalq eləyib yaradan səni, qara ilə yaradan səni. Bunun adı nədir? Bu tezləyən dildə ama. Şirəlidir bu. Onu deməyin, nə? 77-ci ildə yavaş-yavaş başladı dəvə düşməyə aparatı. Cürbəcə aparatda. Məsələn, filarmoniyanın özündə də xanəndə aparatsız oxuyurdu, təmiz səslə. Məsələn, Hacı Baba idi, onlar aparatsız oxuyardı. Yaqub Məmmədov, Tələt Qasımov, bunlar Əlbaba Məmmədov. Bunların hamısının səsi mənim qulağımdadır. Özdə bunların hamısını müşayiət eləmək çətindir. Hamısının yolunu bilirdim mən ki, bunlar müşayiət vaxtı nə istəyirlər. Məsələn, Hacı Babanın ki, pəsxanı idi, arada çox çalğı istəmirdi. Qısa, ki, söz yadından çıxır axı. Bir də Hacı Babada xüsusiyyət var. Ədə ki, yoruldu deyə söz başlayırdı ağzı ilə rəng çalmağa. Biz dedik, Hacı Baba, rəng bilmirəm bəyəm. Dedik, neyiniyim, söz yadımdan çıxıb. Bizdə də qayda var da, xanəndə müşayiətçidən rəng istəyəndə gərək o cümləni ayaq versin ona. Biləsən ki, səndən rəng istəyir. Rəng, məsələn, rəng budur da, tutaq ki, dirşəş oxuyur, məsələn. Bu rəngdir. Müşayiətçi tarzən xanəndədən çox bilməlidir muğamı. Mənim yanımda xanəndə olanda özümü sərbəst hiss edirdim. Hacı Baba olanda qəşəng, arifdir, alimdir. Bilirəm ki, bunlar yönəliblər. Biraz cavanlar gələndə biraz əziyyət çəkirdim. Görürsən bu muğamı axıra kimi oxuya biləcək, yoxsa yox. Bunu mən dartırdım dalımca. Axan, bir də Alim Qasımov, Axan Abdullayev. Mən bunları oxutdururdum.
çətin muğamlar, Humayun, Orta Mahur, Bayatı Qacar. Bunlar sonra başa düşdülər ki, bunu mən özümdən deyirəm. Bunlar gözləyirlər ki, kimsə bunlara sifariş vermə. Həmişə mənə alim deyirdi ki, sən bizi havaya oxutdurmuşsan. Dedim, yox, mən sizi cəmaata sevdirmişəm. Görsünlər ki, siz xanəndəsiniz. Ev yəsi sizə haqq verib. O qədər həvəskar idim ki, bunların oxumağından mən zövq alırdım. Kürdaxanın kəndi çox sakit bir kənd olub, maarifpərvər kənd olub. Muğama həvəskar kənd olub. Kürdaxanda müəyyən bizim kişilərimiz var idi. Məşəd Soynağa, Məşəd Məzahir, İmanqulu kişi, atam, Məmməd Əli müəllim, sonra kimlər var idi? Abbasqulu var idi. Bunlar maarifpərvər adamlar idi. Məsələn, o xanəndə gələndə Kürdaxanıya gedirdik Vasim müəllim qardaşımla, o da muğamı yaxşı bilirdi. Bizi görən kimi xanəndələr özlərini yığışdırır. Dedik, yenə bunlar gəldi, bunların yanında oxumaq lazımdır. Yaxşı sarpayımız vardı kənd toyunda, əmir kişi var idi bizdə. Sarpayı bilirsiniz, bu toy məclisində toyu idarə eləyən. Onun sözü qəti bir söz idi. Onun sözünə heç kəs müdaxilə edə bilməzdi. İstəsəydi toyu yarıda dağıda da bilərdi, istəsəydi toyu baxırdı. Onda mikrofon zadı yox idi axı toylarda. Xanəndə oxuyan vaxtı sarpayı deyərdi ki, hamısı yığışdın, simiş tumu yığışdırsın. O səs gəlir axı, çırtı yığışdın, təsbih də oynatmaq olmazdı, səsi gəlir. Hər kəsin öz rəqsi var idi. Onda 3 dənə, 4 dənə oynayan vardı. Biri qazağı oynayırdı, qəşəng. Biri oynayardı məsələn bizdə Mirzeyil, biri oynayırdı bizdə Ləzyinka. Yerdən yaylıq götürərdi. Sakit, hamısı da əl çalardı. Onu oynamaq az idi onda. Deməli bizdə 2 dəstə olurdu. Bir dəstə xanəndə dəstəsi, bir dəstə instrumental dəstə, klarnet, balaban, nağara. Sonradan yarandı bu. Cürbəcli sintizatör, nə bilim, qarmon, birisi. Bizdə toyun axırında 3-4 dənə meyxana deyən var idi. Meyxana deyənlərdən deyirdim də Kazım var idi. Sonra Nəcəfqulu vardı, Balaxanlı. Seyid vardı, Maşlağalı. Ağa Səlim Çılda, o gəlirdi. Meyxanada ancaq nağara çıxmaq. Musiqi yox idi. Cəmaat da yığışardı, hamısı toydan sonra. Yarım saat, 1 saat. Qafiyə tutardılar, ağıllı qafiyələrdi ya, insanı düz yola gətirmək üçün. Yoxsa ki, cəfəngiyat sözlər yox idi. Meyxanın özündə də meyxanın öz bir ədəb-ərkan olmalıdır. Vətənimizdə gedir hindi müharibə, koyun olsun sakit olsun bir kimi, koyun olsun sakit olsun bir kimi, cavansan sen de olasan bir kimi. Bizi vətənimizin qəhrəmanları, süz Babək məndə cavan şir kimi, süz Babək məndə cavan şir kimi, hələm cavansan olasan bir kimi. Yaxşı janrdır. Amma ki, ağıl, meyxanada da yeri ağıllı sözlər deyəsən də. Bir var qafiyə xatirinə, bir də var ki, kimsə ondan bir şey götürməlidir. Məsələn, mən indi Vasim müəllim, qardaşım mənə deyir ki, sizin sənət hayf deyir. Mən deyirdim, yox, sizin sənəti yaxşıdır. Mən ondan bəhrələnirdim. Alimə qulaq asmağın özü də bir yarım alimlik idi. Bir içəri muzeyim var, bir də həyətdə muzeyim. Rayonlardan almışam, sonra bağışlayıblar mənə. Həvəskarıyam mən. Mənim mis qablarım var 300-dən yuxarı. Çünki mən göz açıb evdə mis qab işlənmişik biz. O vaxt bir qalayçı gəlirdi. Məsələn, başqasında bir dənə, 2 dənə, bizim də 3 günlərlə işləyirdi. Ki, qışqırardı, ay qab qalaylatdıran, ay qab qalaylatdıran. Saraydan xərçə satanlar gəlirdi, Hökməlidən gəlirdi. Gilabı satanlar yadımdadır. O vaxt şampuzlar yox idi axı. Quyu suyu idi, şor su. Gilabı palçıq kimi idi. O, onunla saçı uyanda yumşaldırdı. Oxudun. Əlindən gələn deyir, ataların bir sözü var, deyir, varını verən utanmaz. İndi sənin də varın nə idi, bugünkü çıxışın? O vaxt yadımdadır, gitara sistemi yarandı, tarsalanlar keçdilər gitarıya. Mən keçmədim. Bir mən keçmədim, bir də Ağa Səlim, tanıyırsınız da Abdullayı. Sonradan ki, axır vaxtda 2005-dən ki, müsabiqələrə başladı, tarzənlərdə də böyük bir həvəs əmələ gəldi. Muğam festivalı əmələ gəldi, Muğam simpoziumu, Mehriban xanım muğam sənətinə qarşı böyük bir proyekt qurdu. Həvəs artdı, istər-istəməz muğama həvəs artdı. Nəyə görə ki, təbliğat dəyişdi.
dövlət tərəfindən. Sonradan bizdə kamança sənəti çox inkişaf edirdi. Milli konservatoriyada nə qədər kamança ifaçılarımız var, nə qədər tar ifaçılarımız var. Yetişdilər yaxşı, mənim tələbələrim var, tazənlər var, yaxşı da ifa eləyirlər. Onların bizə ehtiyacı çoxdur. Mənə ustad deyirlər həmişə. Mənə əməkdar arası verdilər 2006-da, 60 yaşımdan bağlı. 2018-ci ildə də deməli ki, Cümhuriyyət günü, mayın 28 münasibəti ilə mənə xalq artisti verdilər. Sağ olsunlar, Cabbar Qaryadoğlu deyib. Sənətçi örgən, otur bir dağın dibində gəlib səni tapacaqlar. Nə ifa eləyimsin üçün, nə? Belə işlər.